ictimai qınaqlıqdan uzaqlaşmaq birinci növbədə etinasızlıqdan başlayır. Eşidir ki, qonşusunda bir hadisə olubdur, nəsə bir münaqişə var, üzünü çöndərib mənə nə deyir, üzünü çöndərir, gedir. Bu dünya bir gəmidir, hər bir kəs o gəminin içində yaşayır. Demək ki, dəri də özü bilər. Şəxsən mən burada müsəlman qadınlarına xas geyim görmədim. Kişi qadının maaşını xərcləyə bilməz. Yəni bu icazə olmaz. İcazə vermir. İndiki reallıqdan danışır. O hökmü deyil ki, başına nəsə çadıra salsın, bürünsün, ya nəsə çıxsın, amma daxilən, onun daxilə aləmi var. İctimai qınağa insan özünü qınamalıdır ki, başqasını da qınaya bilsin. Siz danışırsınız, ola bilməz. Nə bilim filan, indiki reallıqdan danışaq görək. Bu dəfə Ağqara Tok Şousunda ictimai qınaqdan danışılacaq.